Salam əziz izləyicilər. Bugün Windows 11 əməliyyat sistemində mikrofon tərəfindən kompüterə daxil edilən səsin keyfiyyəti haqqında danışacağıq və bunu necə test edə bilərik. Bəzən video izahlar hazırlayanda, xüsusən bu müəllimlərə lazım ola bilər. Bəzən video izahlar hazırlayanda səsin kompüterə zəif düşdüyünü görürük. Yəni bunda problem yaşayırıq. Biz əgər kompüterdə Windows 11 əməliyyat sistemi quraşdırılıbsa, biz onu necə test edə bilərik? Yəni bu Windows 11 əməliyyat sistemi onu göstərəcəm. Desktopda bir yerdə dayanırıq. Yəni heç bir yerə daxil olmadan. Klaviaturadan, bir dənə klaviaturanı açıram. Klaviaturadan Win, baxın Win düyməsi bu düymədir. Üzərində uçan pəncərə Windows'un logosu olan düymə Win düyməsidir və Win düymələr kombinasiyasını tətbiq edirik. Win düymələr kombinasiyasını sıxırıq və belə bir pəncərə açılır. Biz buna Windows'un əvvəlki versiyalarında vahid parametrlər pəncərəsi deyirdik. Burada yəni settings pəncərəsidir bu. Windows 10 əməliyyat sistemində və ondan əvvəlki sistemlərdə, yəni bu Windows 10 əməliyyat sistemində başqa cür açılırdı. Burada belə açılır Windows 11-də. Fərqi yoxdur. Orada da Windows 10-da da sound bölməsi var idi. Burada da var. Sound, yəni səs ayarları, səs bölməsi. Üzərinə vururuq və bu System and Sound sistem və səs ayarlarına daxil oluruq. Buradan birinci seçimi qarşısında görürsünüz mikrofon işarəsi olan seçimi vuracağıq. Qarşısında mikrofon işarəsi olan. Bu işarə üzərinə vurdu və aşağı gələndə Microphone Array seçimi var bizdə. Bunun üzərinə bir dəfə klikləyəndə belə bir pəncərə açılır və hal-hazırda gördüyünüz kimi məndə səs yazısı gedir. Bu səsin keyfiyyətini buradan dəyişə bilərik. 2 kanallı və 24 bitlik keyfiyyətdir hal-hazırda. Deməli, əsas budur. Input volume, giriş səsi, yəni səsin girişi. Məndə hal-hazırda səviyyə 68-dədir. Bunu bu scrollla, bu sürüşkənlə azaldıb artıra bilərik. Adətən az olur, 30-40 civarında olur və bu 30-40 civarında olanda biz səsi, yəni rekord eləyərkən, ekranı rekord eləyərkən səsin zəif düşdüyünü görürük. Biz bunu necə test eləyə bilərik? Şimdi biz buradan artırıb azaldırıq, azaldıram, artırıram, artırdı. Bundan sonra Start Test düyməsi var burada. Start Test düyməsinə vururuq. Məsələn, salam əziz yoldaşlar deyirik, stop test vurduq və bundan sonra oxuduruq. Məsələn, salam əziz yoldaşlar deyirik. Gördüyünüz kimi, yəni səsimizin keyfiyyətini orada göstərir. Bunu biraz azaltsa, yenə start test. Salam əziz yoldaşlar. Salam əziz yoldaşlar. Gördüyünüz kimi səs az artır. Maksimuma qoymağa ehtiyac yoxdur. Təxminən 60-70 standart olaraq saxlasanız, bu səs video izahlar çəkərkən, yəni bu səs sizə kifayət edəcək. Ümid edirəm, sizin üçün faydalı məlumat oldu. Sağ olun. Növbəti video izahlarda görüşərik.